Əziz dostlar, əziz yoldaşlar, 6 sotda 4 otaq, 150 kvadrat, 92 minə jackpot. Şəxsi tikili, yaşayışlı sizə bir mənzil təqdim edirəm, əziz dostlarım. Tək mətbəx hissəmiz 4-ün 5-ədir. Koridorumuz 2 metr yarım enində. Həyətində bir dənə devdik. Yenə deyirəm, 6 sotda 4 otaq, 150 kvadrat, özdə əşyalı, kürsülü, qoşadaşlı, evin 4 tərəfindən fırlamaq olur, pəncərə reşotkaları var, kombi sistemlidir. Bax, bir dənə koridorumuza bax, 2 metr yarımda. Bax, əlimi belə qoyum, bir dənə də geyim oradan təzdən qoyum. Yəni, elə bir vəziyyətdir. Bir dənə zəmidamızı qonaq otağımızı göstər. Allah'ım ya xeyir iş qismət edəsən, xeyir iş nə oldu? İstəyirsən qonaq otağında, həyətini görəsiniz, istəyirsiniz həyətdə, yəni həqiqətən çox geniş evdir, 150 kvadrat zarfat deyil, tək sanitar qovşağı 4-ün 4-dədir. Hamamsanız elə bir yerdədir, 4-ün 4-də. Bir tək, bir dənə bu otağı təqdim elə zəhmət olmasa, buradakı əşyalar götürüləcək, qalan hər şey qalacaq. Qazdır, sudur, işıqdır, 24 saatdır, 6-nın 5-ə otaqlardır, qapıya qədər asfaltdır. Evin kvadratı böyüdür, 4 tərəfdən fırlanmaq olur, istilimimiz kombidir. Dediyim kimi yenə vurğulayım. Bir dənə də zəhmətlə dizayn, super, bir dənə tavanın yığılışında zəhmət olunca göstər. Qiymətimiz 92 min manatdır. Bir dənə həyətdə göstərərik inşallah. Həyətdə ola bilər ki, biraz divarlarda axıntılar var, yəni fasadın. Onu qorxmayın, yəni görüb qorxmayın. Nəmişlik burada yoxdur, sadəcə olaraq köhnə tikilidir. Bir də ki, fasad o vaxtda ki, yəni zay fasad vurulub, ona görə üstünün izolyasiyasına qədər yəni mövcuddur. Həyət yanı sahəmizi istəsəz bölün, satın, istəsəz baseyni, bisetka, nə istəsəz yəni mövcuddur eləmək. Evin çöl görünüşünü göstər bir dənə zəhmət olmasa. Bu hissəni də balkon nəzərdə tutublar ki, artırıb, üstü də artırıb, buranı letli mətbəx eləməyə, üstü çerepsiya şiferdir. Sadəcə imkan olmadığından indi əvvəl 120-130 minə qoyulan evdir, indi təcil əlmiyandı ilə əşyalı özdə 92 minə çıxıb, real alıcıda gəlsə inşallah razılaşma olacaq. Sağ olun, var olun.